Bu adam deyir ki, bəzi insanlar deyir ki, mən yalnız İncil kitabından təlim alıram. Eləmi? Belə təlim keçirəm. Nə deyərəm onlara? 11:55. Keçək gedək Qurana. Ya Rəsulum, səndən ruhun mahiyyəti və keyfiyyəti haqda sorsalar, de. Ruh Allahın əmrindədir. Allahın əmri ilə yaradılmışdır və bu barədə sizə cüzi bilgi verilmişdir. Mən də istəyirəm ruhu tanıyım. Necə tanıyım? Quranda ruh haqda bir kəlmədə söz deyir ki, biz Məryəm oğlu İsanı müqəddəs ruhla qüvvətləndirdik. Müqəddəs ruh kimdir? Bilmirik axı. Pənağayrıq. Hardan öyrənək? Başqa bir ayədə buyurur, o kəslər ki, bu Quranı və ondan öncə gələn Tevrat, Zəbur, İncilə iman gətirir. Görürsən, Quran deyir, İncilə iman gətirir, məhz onlar Rəbbi tərəfindən göstərilmiş doğru yoldadırlar. Deməli, o sənə ki, bəzi insanlar ki, deyir ki, bu xanım İncil kitabından yalnız təlim keçir, onlar yanlış yolda olanlardır. Çünki İncil Quranın təməlidir. İncili oxumadan Quran oxumaq, əvvəl əlifbanı öyrənməmişsə, Quranı oxuya bilməz bir kimsə. Cami deyir bunu. Niyə şeir dilindən? Çünki 2-ci surənin 23-cü ayəsində də buyurulur ki, əgər bu Qurana şəkkiniz varsa, yəni orada yanlış sözlər çoxdur, sizdə bəşər üçün daha xeyirli kəlam varsa, iddianız doğrudursa, Allahdan başqa bütün şahidlərinizi, büyüt, şair və alimlərinizi bu işdə köməyə çağırın. Büt nədir? Kəbədə ən yekə büt qaradaşdır. Gidib başına fırlanırsınız, müqəddəs adlandırıb Allaha şərik qoşurlar, özləri də bilmirlər bundan onlar nə cəzalar yaşayırlar. Ən böyük büt, ən balacası da möhürdür. Baş qoyurlar, kimi də pola qoyur başına ki, möhür olmaz. Sonra məscidlərin daşını, divarını öpüb, müqəddəs ocaq adlandıranlar, yeri, göyləri və də onun içərisindəkiləri yaradan Allah İncil deyir. Əl ilə tikilən məbədlərdə yaşamaz. Onun məbədi biz insanlarıq. Canlı. Bunu İncil deyir, amma Quran deyə bilmir. Çünki təməli oxumayıbsan. Sən orta məktəbə gedəndə əlifbanı oxumasan, ana dili oxuya bilərsən, tarix keçə bilərsənmi? Əvvəl gərək əlifbanı oxuyasan. İncil də əlifbadır, təməldir. Gərək onu oxuyasan ki, sonra Quran oxuyasan. Odur ki, İncildə yazılır. Kim düşünürsə, o sənin o bəzi adamların bu dünyada bir şey bilir, onlar lazımı qədər heç bir şey bilmir. Hər kəsdə hər şeyi təyin edən ruhdur və biz onun üçün mövcuduq. Allah ruh vasitəsilə, xüsusi bölgülərlə bölür, kimilərini bu bəzi insanlara çevirir, kimini Nuremiyə çevirir, kimini ahı gözlüm edir, o bunu xüsusi bölgülərlə bölür və istədiyi bəndəni istədiyi xəsiyyətə yönəldə bilir. O bunu ruh vasitəsilə edir. Görürsən, Quran bunu bilmir. Quran əhli, din xadimləri bunu bilmir. Allah indi bunu açıqlayır. İndi ayaq tutub yeriyir bu sözlər. İncil deyir. İndi isə ibrəti İncil ağacından alın. Onun budaqları yumşalıb, yarpaqları açılan zaman siz yayın gəlişini hiss edirsiniz. Eləcə də bu sözlər yer üzərində gəzəndə görürsən, nə qədər insanlar paylaşır. Bilin ki, bu Rəbbin yer üzərinə gəlişidir, ruh da onundur.
Başa düşdün mü? Allah da peygamber bitti. Sonuncu peygamberimiz Mehmet peygamber bitti peygamberlik. Sonuncu peygamber. İndi ruh özünü tanıdır. Allah özünü tanıdır. Bunu Kur'an açıklıyor. Yok. Bunu İncil açıklıyor. Ve deyir. Allah herkesin üzerindedir. Herkes vasitəsilə yaradandı və herkesdir. Necə biz bir bədən olub, çoxlu üzvlərə malikik. Hər üzvümüzün də öz vəzifəsi vardır. Eləcə də biz ruhən Allah'ta bir bədənik, ayrı-ayrılıqda biz, küllü bəşər olaraq bu bəzi adamların içində olmaqla, biri-birlərinin üzvləriyik, hər birimizin də öz dilimiz, öz şəraitimiz, öz yolumuz, öz xasiyyətimiz vardır. Amma bir dinimiz vardır. Görürsən, Kur'an nə deyir? Elə bir Yahudi, elə bir xəçpərəs yoxdur ki, ölümündən öncə. Yəni, canı təhvil verənə qədər İsa'ya itayət etməmiş olsun, xəçpərəs kimi adlandırırlar o. Lakin İsa hökm günü onların əleyhinə şəhadət verəcək. Nə deməkdir bu? Niyə İsa? Çünki Kur'an onu da dedi, bayaq bunu dedim. Biz Məryəm oğlu İsa'nı müqəddəs ruhla qüvvətləndirdik. Müqəddəs ruh Allah'dır. Və bunu Kur'an xadimləri, Kur'an necə deyirlər, təbliğçiləri bunu anladılar mı? Onlar Kur'an'ın sinəsindən mənası bəlli olmayan ayələrə uyanlardır o bəzi adamlar. Onu da Allah uydurub, məsləhətinə şükür, onları yaradana şükür, mən uydurmadım ki. Məni bura yönəldən, onu da ora yönəldim. Amma bura yönəldənə kimi? Talehin zərbələri altında, o qədər çırpır məni. O qədər məni əzib, o qədər turşulu suyu yedizdirib, yıxıb, belimi puxunumu əzib, qaldırıb, gətirib, əyləşdirib, indi sustur görün mənə necə susturursan burada. İncil ağacı, sən bir fikir ver, rəmzi mənaya. Elə bir xaçpərəst dövlətlər var ki, orada İncil yoxdur. Almanyada məsəl üçün günü sual verirəm. İsviçrədə o xumara deyirəm, orada İncil var, deyir, yox. Onlar nətər ibrət alacaqlar? Xaçpərəst dövlətdədir. Hə? Adından belə Azərbaycan meyvəsini qandıran İncil kitabı, bax bu Gəncədə yazılıb. Onu Nizami qələmə çox gözəl gətirir. Bayaq dediyimi ki, şairləri, bütləri, alimləri özümüzə köməyə çağırın. Büt gedək Qaradaşa sual verək, görək ki, bu İncil harda yazılıb? Cavab verəcək? Yox. Möhürə sual verək. Məscidlərin daşına, divarına, mollasına sual verək, biləcək? Bilməyəcək. Amma Nizami deyir. Şad olmağı sən İncildən öyrənəcək. Həm uşaq, həm əmcək, həm də süddür. Bax, görürsən, ana döşünə bənzəyir, təmələ, körpüyə. Təməl buradan gəlir. Bütün quşlar olsa da İncil yeyəsi bağda, dünya onu mənimsəyib. İncilə tam arzıdır, İncil yeyəsi. Yəni, Nizaminin bağında tam arzıdır. Yiyəsi, sahibi bağda. Biz onun sahibiyik, tam arzıyıq, dünya onu mənimsəyib. Biz onu qəbul etmirik, bəzi adamlar. Bax, o bəzi adamlar qəbul etmir İncili, amma İncil Azərbaycanda, qədim Babildə, bugünkü Gəncədə tətbiq olunur. Bilirdiniz bunu? Yox, bəzi adamlar hardan bilsin bunu? Onları yaradana şükür. Yaradanın mesleği. Deyir, birisi söylədi cadı və hilə. Hintlidən baş verər, baxsan, diqqətlə. O biri dedi ki, bəxti yatanlar hər sayıq cadını Babildən alar.
Gözümden Babil'e bir efsun çattı. Bak ondan ne kadar cadı yarattı. Bilmirəm bu kadar füsunkar sözler Babil kuyusundan çıxır ne təhər. Bir söz ki renk verir gülə, çiçeğe. Hikmetli cavabdır. Bəzi adamlara yox, başa düşənə. Gəncə Harut sehirli Babil değil, bəs nədir? Hələ Quran deyir, Süleymanın qədim Babildə peyğəmbərlik etdiyi devirdə. İndi İncil deyir. Dünyanın hər yerindən axın insanlar gələrdi. Bunları sən bir-birinə necə ayırırsan? Zəncirvari bunlar biri-birinə bağlıdır. Quran deyir, gecə və gündüzün biri-birinin ardınca gəlməsində, Allahın yerdə və göylərdə yaratdıklarının içərisində həqiqətən baxıb siz ibrət alasınız deyə Allah dərin düşünülmüş bir nəsildən bir qalıq saxlamışdır. İndi İncil deyir, əgər Allah bu millətdə, bu məmləkətdə, Babildə bir qalıq saxlamasaydı, siz nə Allah'ı tanımazdınız, nə də Allah evini. Allah'ın gizli olan bu hikmetini bu dünyada hiç kimse dərk etmemiştir. İncil deyir. Əgər dərk etsəydiler, izzətli Rəbbi çarmıxa çəkməzdilər. Burada çəkilib çarmıxa. Lakin elə gizli bir sir yoktur ki açılmasın, elə xəlvəti bir şey yoktur ki bilinməsin. Rəbbi ev əhli, bu xalq, bəziləri tanımadılar və rədd etdilər. Onları yaradana şükür, qınaq deyilər. Bizdə qısqanclıq hissi oyatmaq üçün Rəbb başqa xalqların xilasına səbəb oldu. Ağzımız açıq qalır. O xaricin kəşf edirlər, telefonlar, nə bilim, nələr. Bizdə nəyi kəşf edirlər? Heç nə. Ağzı açıq qalırıq ki, filan yer gözəldir, filan yer təmizdir, filan yerdən filan mal gəldi, brend mal gəldi. Biz nə qarır? Özümüzün qanını soruruq, zəli kimi. Xalqımızı dilənçi vəziyyətə gətiririk. Bu bizim qısqanclıq hissi oyatmaq üçün Rəbb başqa xalqların xilasına səbəb oldu. Çünki heç bir peyğəmbər, hamısı buradan gedir, ev əhlindən kənarda şərəfsiz olmadı. Buna görə də məhkəmənin Allah'ın ev əhlindən başlaması yaxındır yazır, amma ucu başlayıb. Hər qəlbdə məhkəmə gedir. Budur, İncil deyir bunu. Bir yazı da var ki, İncil kitabının sinəsində Allah öz sərvətini bütün millətlərdən alıb rəhmə gəlir. Ev əhlinə verib deyəcəkdir bizə. Bir zamanlar siz xalq değildiniz. İndi isə Allah'ın xalqısınız. Mərhəmətə nail olmamışdınız. İndi isə Allah'ın lütfüne layık olacaksınız. Siz seçilmiş millet, peygamberler tayfası, hükmdar Allah'a məxsus olan elə bir xalqsınız ki, qaranlıqdan, bak qəlb evindən, öz valih edici nuruna çağıranın kamilliyini elan edəsiniz. Biz Allah'ın kamilliyini elan edirik. Bəzi adamlar Allah'ın yarattığı bunu hardan dərk etsin? 2-3 kəlmə Qurandan nədir o? Namaz qıl, oruç tut. O dünyada cin, şeytan, nə bilim çaylardan şəraflar axacaq. 90 yaşında kişilərə də 15 yaşında qızlar vəd edir. Bunu mu qəbul edir o bəzi adamlar Quranın sinəsində? Quranın sinəsində bir vərəq şey var. Hikmət. Qalanı hamısı axıt get. Və salam. Və sənin
namazın, nə sənin namazın, sən nə sənin Kəbbən Allaha lazım deyil. Quran aydın deyir. Allah'ın hiçbir kəsin ibadətinə ihtiyacı yoxdur, möhtac da deyil. Əsas məsələ səmimiyyətdir. Bu yoxdursa, görürsən, bəzi adamlar oradan deyir ki, bu xanım İncildən danışır. İncili kim yaradıb, kim göndərib, kim yazdırıb? Məgər bu dünyanın bir Allahı yoxdur mu? Bəli. Nətər olur bu? Məsləhətinə şükür. Nizami də deyir ki, Şükür. Allah haqqında deyir də Sirlər Xəzinəsi. Ülvü məqsəd üçündür, göz qulağı bəşərə, Allahım. Görürsən, İncili təsdiqləyir birbaşa. Öz gözü, öz qulağı, göz qulaqdır bəşərə. Qəlbi yanan, ocaq tək, ürəkdə od yandırar. Bağrı yanan şam kimi ciyarlar odlandırar. Yəni, bu bəzi adamlar var, müqəddəs ruha qarşı çıxırlar. Onlar elə içindəncə ruh tərəfindən cəzalanacaqlar. Çünki hər kəsə qarşı çıxan bağışlanılacaq, müqəddəs ruha qarşı çıxan cəzadan canını qurtaramayacaq. Varlığında bilməsən, var mı, yox mu xəzinə? Sındırmasan tilsimi, nur saçar mı xəzinə? Bədənin ovxalanan bir ovuc kildir sənin. Əzəl gündən sirdaşın yalnız könüldür, yəni ruhdur, candır sənin. Könül, bax ruh, can, gildən palçıqdan, yoğrular mı səncə? Gildən insan düzəlsə onun qəlbi olar mı səncə? Tapdığın hər incini sinənə taxmaq nədir? Ondan gözəl inci var, axtar ki sinəndədir. Qəfəsdəki, yəni cisim, can quşu, yəni ruhun, canın, İsa deyil, bəs nədir? Yerdə qanad açsa da, məsləki göylərdədir. Yuyub nur çeşməsində öz pasını asiman, İsa'ya boyadıbdır libasını asiman. Bəyəm, sən Nizamidən çox biləcəksən, Qurandan çox biləcəksən. Biz Məryəm oğlu İsa'nı müqəddəs ruhla qüvvətləndirdik. Nizami də deyir ki, bu dünyanın nəbzini kim tutsa İsa kimi, insafı mürvəti ilə olar dünya hakimi. Hə? O bəzi adamlar var, onların qandığı yaradana şükür, çirəzgildir, ağzı büzür. Burada gözəldir hər şey. Dadıbdır, türüncün adətidir. Gül açmaz ilk baharda, meyvəsi yetişəndə gəlib çıxar baharda. Burada sözlər dəyif ağızda, görürsən, dadır. Bunlarınki çirəzgildir. Ya da o sözlər duldur, ailədə qurmayıb. Bax, bundandır. Güzel ağız, məsləhətinə şükür. Ged o bəzi adamlara bunu skrin elə ver, oxusun, dinləsinlər. Onları yaradana şükür. Nətərdir? Yaradana şükür. Əla dedin ana, əla dedin. Ölürəm da sən o sözündən tərana. Şabə xanım yazır ki, Ema xanım, o kitabın adı niyə İncir kitabı deyilir? Adından belə Azərbaycan meyvəsini qandırır da. Adından belə Azərbaycan meyvəsini qandırır. Bir kitab almışdım mən bu üzüyü alan yerdən. 99 idi, 98 idi, nəysə bax o illəri idi. Peyğəmbər iz qoyur. Igor Fesonko. Peyğəmbər iz qoyur. Bunlar deyənlər o şəhidlidir. Misionerlər, Yəhvanın şahidləri, nələr, bax onlardan danışır. Həmin kitabın son vərəqlərində bir kəlmə söz yazır, qeyd. İncil kitabının harada tətbiq olunması bugünə qədər mübahisəli olaraq qalır. Yəni dünya
Bilən bilir, onu da Nizami deyir. O monastırlarda indiyə qədər kömülən sərvətdən qalır sənədlər. Bax, bu hansısa monastırda gizli saxlanılır bu İncil kitabı. Ortaya çıxacaq.